Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün Azərbaycan mətbəxinin həm qədim, həm də ləziz yeməklərindən biri olan müsəmma plovun hazırlanmasını sizlərə təqdim edirəm. Onu deyim ki, mən müsəmmanı fərqli qaydada hazırladım. Bu resepti nənəmdən öyrənmişəm. Nənəm həmişə müsəmmanı bu cür hazırlayırdı. Keçək hazırlanmasına. 300 qram yağlı dana ətini doğrayıb yuduqdan sonra üzərinə biraz su əlavə edib bişməyə qoyuram. Dörd stəkan düyünü də suyu durulaşana qədər yaxşı-yaxşı yuyuram və sonra 2-3 saat suda saxlayıram. Daha sonra təmizləyib yuduğum badımcanların qabıqlarını soyuram. Bəzilərinin qabığını tam soyuram, bəzilərini isə zolaqvari şəkildə soyuram. Sonra böyük olan badımcanları gördüyünüz şəkildə doğrayıram. Xırda badımcanlar olsa daha yaxşı olur. Onları doğramağa ehtiyac olmur. Sonra üzərinə biraz duz səpib 10-15 dəqiqə gözlədirəm ki, badımcanlar yumşalsın ki, acı suyunu sıxmaq rahat olsun. Badımcanlar artıq müəyyən qədər yumşalıb və onların suyunu bu cür çox əzmədən sıxıram. Onu deyim ki, bu qaydada etdikdə badımcanları qızardan zaman yağı canına çox çəkmir. Tavaya 2 yemək qaşığı kərə yağ əlavə edib badımcanları o yüz bu yüz qızardıram. Videonu izləyən əziz və dəyərli izləyicilərim, kanala abunə olub bildiriş zəngini aktiv etməyi, bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Zəhmətə dəyər verən, dəstək olan bütün izləyicilərimə minnətdarlığımı bildirirəm. Qızaran badımcanları boşqaba yığıb qoyuram kənara. Dörd ədəd orta boy soğanı da samanvari şəkildə doğrayıram. Sonra badımcanları qızartdığım tavaya doğradığım soğanları da əlavə edib rəngi biraz dəyişənə qədər qovururam. Soğan biraz qovrulduqdan sonra üzərinə əti də əlavə edib birlikdə 5 dəqiqə də qovururam. Ətlə soğan biraz qovrulandan sonra üzərinə xırda doğradığım 2 ədəd pomidor, duz, istiot, paprika, sarı kök əlavə edirəm və qapağını örtüb pomidor yumşalana qədər bişirirəm. Pomidor biraz yumuşalandan sonra üzərinə badımcanları düzürəm. Sonra 1 stəkan ətin bulyonunu və yarım limonun suyunu əlavə edib qapağını örtürəm və 5-10 dəqiqə bişməyə qoyuram. Limon suyunun əvəzinə abqoradan da istifadə edə bilərsiniz. Bu arada düyünü bişirəcəyim suyu qaynamağa qoymuşdum və onun üzərinə 2 yemək qaşığı yarım duz əlavə edirəm. Daha sonra suda gözlətdiyim düyünü bura əlavə edirəm.
Baxın, düyü qaynayan zaman bu cür suyun üzünə çıxanda, deməli düyünü süzmək vaxtıdır. Plovun qazmağını hazırlamaq üçün 3 yemək qaşığı qatığın üzərinə 1 yumurta, biraz sarı kök əlavə edib yaxşı qarışdırıram. Sonra üzərinə biraz süzdüyüm düyüdən əlavə edib yenə qarışdırıram və plovu dəmləyəcəyim qazana biraz kərə yağ əlavə edib qarışığı qazana yaxşıca yayıram. Qazmaq üçün adi yuxadan və yaxud da öz hazırladığınız xəmirdən də istifadə edə bilərsiniz. Sonra üzərinə süzülmüş düyünü əlavə edirəm, aralarına və üzərinə biraz sarı kök səpirəm. Plovun üzərində 2-3 yerdən deşiklər açıram və üzərinə kərə yağ düzüb dəmə qoyuram. Plov hardasa 1 saat müddətinə dəmdə qaldıqdan sonra artıq hazır olur. Müsəmma artıq bişib hazırdır və mən ocağı söndürürəm. Plov da artıq dəmlənib hazır oldu. Düyüyə baxın necə dəndən olub. Qazmağı da həm asandır, həm də çox ləzzətlidir. İzah etdiyim qaydada etsəniz, sizdə də bu cür alınacaq. Nənəm müsəmma plovunu həmişə bu cür hazırlayırdı. İnanın o qədər ləzzətli olur ki, dadından doymaq olmur. Allah dünyasını dəyişən nənələrimizə rəhmət eləsin, var olanlarınsa ömrünə bərəkət versin. Amin. Əgər təqdim etdiyim resepti hazırlayıb dadına baxsanız, fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Allah hər kəsə bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Videonu bəyənməyi və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.